İndi keçək görək ki, biz bu hormonlardan necə faydalana bilərik bizim gilas istehsalında. İlk növbədə onu demək lazımdır ki, fikir verirsiniz, biz qeyd elədik ki, bax bu yuxarıya doğru gedən tumurcuqlarda, ağacı çəkib yuxarı aparan tumurcuqlarda auksinlər olur. Elə bu da apikal dominansi qanunu var. Bax, birbaşa onunla əlaqəlidir. Sitokininlər isə yan tumurcuqlarda olur. Yəni bitkinin yana doğru inkişafında cavabdeh olan tumurcuqlardır. Yana doğru inkişafında. Ona görə də biz məsəl üçün Gizella qələmini bu il əkdik və biz onu kerbovka eləmək istəyiriksə yan budaq almaq üçün. O kerbovka olunan yerə ənənəvi olaraq qəbul olunmuş gibrilin yox, heç bir funksiyası yoxdur gibrilinin ki, burada yana doğru inkişaf eləsin bu budaqlar. Biz ora sitokinin hormonlarını sürtə bilərik. Amma sitokinin hormonlarını bu təbii şəkildə sürtə bilmərik ki, onun sintetik əvəz ediciləri var. Hansılardır onlar? Sintetik əvəz edicilər benzil adenin, benzil aminopurin və bu hormonlardan istifadə eləyib və yaxud bu hormondan, GPPU, bu hormonlardan istifadə eləyib, yan kerbovka elədiyimiz yerə sürtsək, yan budaqları effektiv şəkildə almağa nail ola biləcək. Yenə təkrar edirəm. Bura gibrilin sürtməkdə heç bir məna yoxdur, heç bir bunun bioloji mənası yoxdur. Nahaq yerə gibrilindən istifadə eləməyin. Bax, bu hormonlar, dərmanın tərkibində bu hormonlar olmalıdır. Benzil adenin, adətən belə yazılır, və benzil aminopurin və yaxud GPPU. Bu hormonlardan biz istifadə eləyə bilərik. Sitokininin sintetik əvəz ediciləridir bunlar. Auksin hormonlarından isə ən çox istifadə eləyə bilərik nə zaman? Məsəl üçün, birinci il biz qələmlərimizi əkmişik. Bizə lazımdır ki, burada çoxlu yan köklər olsun, yan saçaq köklər olsun. Bunun üçün də bunu stimullaşdırmaq üçün biz auksin hormonlarından istifadə eləyə bilərik. Amma auksin hormonlarının sintetik formasından, baxın, bu forması indalil butrik asid və yaxud indalil tributrik asid. İndalbutrik asid belə də adlanır. Bu İBA, belə yazılır. Bunlardan biz köklərin yaxşı saçaqlanması üçün, yaxşı inkişaf eləməsi üçün həmən bu indalil butrik asiddən auksinin sintetik formasından istifadə eləyə bilərik. Cürbəcür kökləndiricilərin də tərkibində baxmalıyıq ki, nə var? Əgər orada indalil butrik asid varsa, biz ondan istifadə eləyə bilərik.